Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun ilk toplantısında iştirak etmək üçün Davosa səfəri sıradan protokol səfəri deyil. Mövcud qlobal siyasi və iqtisadi proseslər fonunda Azərbaycanın öz yerini və mövqeyini bir daha nümayiş etdirmək baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Pərvanə Vəliyeva İKE Sahil TV-yə açıqlamasında bildirdi. Bu ilk öncə onu göstərir ki, dövlət başçımız dəyişən dünya nizamında milli maraqlarımıza əsaslanan mövqeyimizi xarici forumlarda beynəlxalq ictimaiyyət qarşısında layiqincə mövqeyimiz barədə onları məlumatlandırır. Bu həm də ondan xəbər verir ki, investisiyalar və yeni əməkdaşlıqlar baxımından Azərbaycan xarici şirkətlər, banklar üçün cəlbedici görsənir və onların marağındadır. Məsələn, elə Davos zamanı bir neçə xarici şirkət və bankla əməkdaşlıq müzakirə olunub. Avropa Yenidən Qurma və İnkişaf Bankı ölkəmizdə bir neçə layihəni, o cümlədən su infrastrukturunun modernləşdirilməsi üzrə layihəni icra edir və bu məqsədlə də 2026-2035-ci illər üçün Azərbaycanda su təchizatının təkmilləşdirilməsinə bağlı dövlət proqramı qəbul edilən zaman cənab prezident bu barədə qeyd etmişdi və həmçinin yanvarın 20-sində Davosda həmin bankın prezidenti Odile Renobasso ilə görüş keçirilib və bu məsələ müzakirə olunub. Daha sonra Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi bu görüşlərdə qarşı tərəf tərəfindən vurğulanıb. O cümlədən JP Morgan ilə Azərbaycanın SOCAR-ın Dövlət Neft Fondunun əməkdaşlığı qeyd olunub görüşlərdə. Xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub və əslində bu bizim valyuta ehtiyatlarımızın xarici borcumuzu 17 dəfə üstələməsi və iki aparıcı reytinq şirkəti Moody's və Fitch şirkətlərinin bizim kredit reytinqimizi yeniləməsi və ümumiyyətlə bu onu göstərir ki, Azərbaycana investisiya etmək risksizdir və Azərbaycan beynəlxalq arenada iqtisadi tərəfdaş kimi etibarlı tərəfdaş nüfuzu qazanıb və bu da düşünürəm ki, ən əsas, ən vacib reytinqdir və ölkə prezidenti Davosda Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi mövzusunda çox vacib bir panel müzakirəsində iştirak etdi və burada həmçinin Serbiyanın prezidenti Aleksandr Vučić, həmçinin Ermənistan Respublikasının prezidenti Vaqen Xaçaturyan və Türkiyənin özəl şirkət nümayəndəsi iştirak etdi. Görüşdə cənab prezident həqiqətən ciddi məsələlər toxundu, o cümlədən sülhdə Azərbaycanın atdığı konkret addımlar, sülh sazişin kağızda qalmaması və bunun praktikada reallaşması üçün görülmüş işlər barədə qeyd etdi. Azərbaycan neft məhsullarının Ermənistana ixracının və həmçinin Azərbaycanın Ermənistanın kommersiya yükləri üçün tranziti açması, Qazaxıstan və Rusiya buğdasının bu kimi yüklərin Gürcüstan vasitəsilə Ermənistana daxil olmasına Azərbaycan şərait yaradıb və Ermənistan da öz növbəsində Türkiyə malları üçün tranziti açıb. Bu təbii ki, onu göstərir ki, iki ölkə artıq iqtisadi münasibətlər qurur. Onu da vurğulamaq lazımdır ki, biz Ermənistanla iqtisadi münasibətlərimizi bərpa etmirik. Yəni bu iki ölkə arasında müstəqillik əldə etdikdən sonra heç vaxt birbaşa iki tərəfli ticarət aparılmayıb və biz nəyisə sıfırdan qururuq və bu baxımdan da Azərbaycanın gördüyü işlər həqiqətən diqqətə layiqdir və bu baxımdan da qeyd olunur ki, yəni proqnozlaşdırmaq olar ki, daha geniş normallaşmanın təsiri nəticəsində Zəngəzur dəhlizinin tam işlək vəziyyətə gəlməsi nəticəsində infrastruktur sərmayələri arta bilər, tranzit enerji dəhlizi, rəqəmsal bağlantılar istiqamətində də inteqrasiya və həmçinin layihələrin icra edilməsi mümkündür. Cənab prezident Zayed İnsan Qardaşlığı mükafatına layiq görülüb və həmçinin prezident Donald Trump tərəfindən Sülh Şurasına üzv kimi daxil edilib. Həqiqətən də Cənubi Qafqaz kimi həssas regionda 10 illiklərlə davam edən münaqişədən sonra sülhə nail olan Azərbaycan artıq beynəlxalq arenada ən yaxşı örnəyə çevrilib.
gəlib və digər münaqişələr üçün örnək təşkil edir. Bu isə dövlət başçımızın ilk növbədə qətiyyəti, onun sülhdə prinsipiallığı, qarşı tərəfi sülhə gətirməsi, məcbur etməsi, həmçinin burada rol oynayır ki, ölkəmizdə olan güclü xalq-iqtidar birliyi, rəhbərliyə inam bütün bu proseslərin məntiqi nəticəsidir.